Salamat gedir. Allah yolunuzu açsın. Sağ olun. Hələlik. Salam. Hal-hazırda dəmir yol vağzalındayıq. İlk qatar səfərimizdir, ilk təcrübəmizdir. Beşinci platforma hardadır? Saat 5'in yarısıdır. Qatar Nevlaq stansiyasını tərk edib Şəki doğru gedir. Zəhmət olmasa hazırlaşın. 20 dəqiqə çatdırıb, 10 dəqiqə sonra yaxınlaşıb yataq dəstəli tərəf alacağım sizə. Hal-hazırda Şəkidəyi Karvansaray otelinin ərazisidir. Bir günlük bu oteldə qalacağım. Şəki İpək yolunun üzərində yerləşdiyi üçün Şəki ərazisində 5 karvansaray olub. Onlardan dövrümüzə hal-hazırda ikisi gəlib çatıb tam olaraq. O iki karvansaraydan biri hal-hazırda bizim çəkiliş elədiyimiz yuxarı karvansaraydır və digəri də aşağı karvansaraydır. Karvansaray tək tacirlərin gəlib məskunlaşması üçün nəzərdə tutulmayıb. Tacirlər gördüyünüz o zirzəmi hissədə öz mallarını saxlamışlar. Birinci mərtəbədə alış-verişlərini etmişlər və ikinci mərtəbədə isə məskunlaşmışlar. Gündüzlər karvansaray hamının üzünə açıq olsa da, axşamlar qapıları bağlanan zaman böyük bir qalaya çevrilirmiş. Bu da tacirlərin, səyyahların, mallarının və can güvənliyi üçün önəmli şərtlərdən biridir. Çox qəşəng tarixi bir yerdir. Memarlıq üslubunda tikilmiş bir yerdir. Həm də çox sərindir. Karvansaray hal-hazırda otel kimi fəaliyyət göstərir və ərazisində restoran da mövcuddur. Gördüyünüz hissədən restorana getmək olur. Şəki şəhəri 1969-cu ilə qədər Nuxa adlandığı üçün gördüyünüz bu qalada Nuxa qalası adlanmışdı. Hal-hazırda qala divarları adı ilə tanınır. Qalanın bu gördüyünüz cənub hissəsində divarların hündürlüyü 8 metr, şimal hissəsində isə 4 metrdir. Azərbaycanda salamat qalmış ən böyük orta əsr istehkamıdır.
dairəvi məbəd. Əvvəllər məbəd tam yumru formada olub, sonradan çıxıntılar əlavə olunaraq kilsə formasına, xaç formasına salınmış. Deyilənə görə ərəb əlifbası ilə Məhəmməd Həsən xan yazısındakı nun hərfinin nöqtəsi bu dairəvi məbəd olub. Şəki Xan Sarayı 1762-ci ildə Hüseyn xan tərəfindən tikilib. Saray 2 mərtəbədən 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarətdir. Sarayın 2 girişi var. Birinci giriş buradan bəylər üçün nəzərdə tutulub, ikinci girişi isə xanımlar üçün nəzərdə tutulub. Hər iki eyvan güzgülü eyvandan ibarətdir. Eyvanlar elə yaradılıb ki, xanımlar eyvana çıxanda, bəylər də eyvana çıxarsa, onlar bir-birini görmürlərmiş. Şəki Xan Sarayının Krımın Bağçasaray sarayından da gözəl olduğu bildirilir. Nazim Hikmət Şəki Xan Sarayında olduqda bildirmişdi ki, Azərbaycanda digər tarixi abidələr olmasaydı, dünyaya təkcə Şəki Xan Sarayını göstərmək kifayət edərdi. Bura Abad Keramika və Tətbiqi Sənət Mərkəzidir. Burada gördüyünüz şeylər hamısı keramika məhsulu. Keramika nədir? Keramika lor dildə desək, belə ən bəsit forması cildir. Yəni xammal forması cildir. Cildən hazırlanır, 980 dərəcədə, 1050 dərəcədə bişirilir. Bişirdikdən sonra yenidən dəhlənir və yenidən sobaya girir. Hardasa yenə dediyim kimi 1050 dərəcədə o pişir. Burada gördüyünüz bütün məhsullar həmən dediyim cildən hazırlanır. Bunlar sizin əl işlərinizdə? Bəli, bizim yəni heyətin əl işləri. Çox sağ olun. Yorulmayasınız. Şəkidə Abad Mərkəzi Mixoqarasının arasında yerləşir. Burada sənətkarlar öz işlərini nümayiş etdirirlər. Salam aleyküm. Deməli, bu qədim Şəbəkə sənətidir. Bu sənət bizə 4 nəsil davam edir. Atam, babam, 2 oğlum yəni. Xan Sarayını biz bərpa eləmişik. 50-ci ildə atam bərpa edib, sonra 2004-də mən bərpa edib. Qədim zamanlarda 18-ci əsrdə deməli şüşə gəlib Muradoda Venetsiya gəlib. Xan Sarayı istifadə olunub. 1 millimetrdir bu qədim şüşədir. İndikilər isə 3 millimetrdir. İndi belə şüşə istəyirsə yoxdur. Burada da alətlərdir, hansılardan istifadə olunur? Bizim atamız, babamız istifadə edir. Biz də istifadə eləmişik, yəni vaxtı ilə. İndi yəni bu xüsusi bir dərəcəq yoxdur bu iş. Çox sağ olun usta, yorulmayasınız. Gözəl sənətdə davam elətdirirsiniz. Yəni bizim borcumuzdur ki, bu sənət olmasın da, inkişaf eləsin, yaşasın. İnşallah. Kiş kəndi, Kiş məbədinə gedən yoldur bura, gördüyünüz yol. Bura gəlməyə hansısa bir taksidən yaxud da bir əlavə nəqliyyat vasitəsindən istifadə eləməyə ehtiyac yoxdur. Central Hostel deyilən yer var, yenilik deyilən ərazi. Oradan 15 nömrə avtobuslar 50 qəpiyə kəndin bu yanacağına qədər gətirir. Buradan da yuxarı özünüz piyada gedə bilərsiniz. Gəldik, çatdıq Kişi Alban məbədinə.
kəndin girişindən bura demək olar ki, 5-10 dəqiqəlik bir məsafə var. Piyada da gələ bilərsiniz. Salamünaleyküm. Bələdçi var. Bələdçi var, əlavə üçün olur. Nə qədər ödəməliyəm bələdçi ilə? 7 manat. Çox sağ olun. Ağzı kaldırayım. Şəkidə bir neçə dəfə olmuşam, amma belə maraqlı, belə möhtəşəm gəlməmişdim ona. Bundan ilk dəfədir Şəkidəyəm. Təəssürat super. Şəkidə Karvansaray oteldən ayrılırıq. Növbəti səfərimiz qalxdı.
Sağ olun. Geldi Yahya halvacıya. Burası bunlar elə ufak yerin ki biz yolcu edelim de şerbet bakmaz. Varsa hırda verin. Hiç kazanmaz. Ya da kartla var kart. Kart olar. Ödeyək. 2 tane kiloluk. Ha? 2 tane kiloluk. Şey olursa tutuyoruz ondan. Yok kiloluk. Sağ ol. Şirniyyatlarımızı da aldıq. Yahya halvacıdan. Vaxtımız çox az qalıb. Avtobusa yetişməliyik. Gördüyünüz bu abidə aşağı Karvansaraydır. Avtovağzal hansı tərəfdədir? O dönəndə xülas var. Ha, çox sağ. Ha, burada olmalıdır. Qabaqda. Diyorum baba. Qalx avtobuslar hardan gedir? Ha, çox sağ. Daha getsiniz. Ha, təsadüflə. Qəbələ Oğuz. Biz online almışıq bileti. Bilirəm, kasada məlumat Ha, verin. çıxın.